27 sentyabr Azərbaycan tarixində həm kədərli, həm də qürurlu gündür. 2020-ci ilin məhz bu günündə Vətən müharibəsi başladı. Azərbaycan əsgəri, Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. 44 gün davam edən mübarizədə biz yüzlərlə şəhid verdik. Onlar canlarını vətən üçün fəda etdilər. Şəhidlərin qanı torpağımıza qarışdı. Ruhu isə tariximizin əbədi səhifəsinə yazıldı. Bu günü, 27 sentyabrı biz yalnız hüzünlə deyil, həm də qürurla xatırlayırıq. Çünki şəhidlərimizin qəhrəmanlığı sayəsində torpaqlarımız azad oldu. Azərbaycan bayrağı Qarabağda ucaldı. Dumanlı dağların başında durdum. Dumandan özüme bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum. Dumanlar başımda dastana döndü, dastana döndü. Onları unutmaq, özümüzü unutmaq deməkdir. Hər bir şəhid, hər bir qazi bu vətən torpağının əbədiyyətə yazılmış qəhrəmanlarıdır. Bəzi torpaqlarımız işğaldan azad olunub. Gözümüz aydın olsun. Bugün biz başımızı dik tuturuq. Çünki bilirik ki, şəhidlərimizin qanı ilə yazılan tarix heç vaxt silinməyəcək. Onlar ölmədilər. Onlar vətənlə birləşdilər. Bayrağımızla ucaldılar. Qəlbimizdə əbədi yaşayacaq bir antdır. Biz şəhidlərimizi unutmayacağıq, unutturmayacağıq. Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaq.